Qızlar salam, hər vaxtınız xeyir olsun. Dünənləri piraşki xəmirim, belə deyim də, səhv bir hərəkətlə hamısı əlimdən töküldü. Ona görə də bərəkətinə qurban olum. Onun yerə düşən xəmiri mən təzədən götürüb bişirə bilməzdim. Ona görə təzədən bu gün yenə xəmir eləyirəm. Yenə 8 burada 8 stəkan undur, 1 xörək qaşığı duz, 2 xörək qaşığı şəkər tozudur, 1 instant maya, bundan, bu mayadan. Bu mayadan. Mən o bir mayadan istifadə edəmirəm. Vəsə. Burada isə 4 xörək qaşığı mayonez, 4 xörək qaşığı qatıq, 4 xörək qaşığı, yox, 2 dənə yumurta. Bismillah. Qarışımı qəşəng qarışdırıb əlavə elədim içinə. Qızlar, hardasa bir 4 xörək qaşığı duru yağ, ikisini indi əlavə edirəm, ikisini sonda. Ilıq su, bismillah, 2 stəkan əlavə eləyəcəm. Ələ yapışmayan qəşəng bir dənə xəmir yoğuracam. Qızlar, yoğurdum, baxın, əlimin üstünə yapışan xəmir var ha. İndi orada, bu nədir deməyini, bərəkətdir bu, qurban olum Allaha. Bir də bax, gör kimdir. Əgər əlimizə yapışırsa, demək ki, əla xəmirdir. Bu mayalanandan sonra bilirsiniz nə olacaq? Xırt-xırt pambıq bir dənə. Qoyuram, 20 dəqiqə mayalansın. Dünən kartoflu içliyi eləmişdim. Bugün soğanı qovururam ciyərlə. Bu da dana ciyəridir. Dana ciyəri ilə eləyəcəm. Birinci soğanı qovururam qızlar. Böyük-böyük, xırda-xırda fərq eləmir. Çünki axırda hamısı ət maşınından keçirdəcəm. Ya da blenderdan. Toystrondodan. Soğan qovurulandan sonra ciyər də bundan bir qovururam və salam. Qızlar, soğan belənçinə qızarsa, belə biraz kifayətdir. Soğanı götürmədən elə həmin tavaya pərdəsini çıxartdığım qara ciyəri, qoyun ciyəri ilə də dadlı olur, amma iyi gəlir. Mən nəsə onda spesifik iyi hiss edirəm, yeyə bilmirəm onun piraşkisini. Amma belə çox dana ciyəri ilə əla olur. Qəşəng qovururam bunu suyu çıxmamaq şərti ilə. Gür xodda qovururam, sonra deyəcəm neyini. Qızlar, belə ciyərin də rəngi dəyişdi qəşəng. Çox belə apetitli bir ətir gəlir buradan, super. Amma qoyun ciyəri ilə olanda belə qəribə bir iyi olur. Mən onu hiss edirəm, ümumiyyətlə. Çox adam ağ ciyərdən deyilir. Onu çox sevirəm, ağ ciyərin piraşkisini. Amma dana ciyəri ilə lap çox sevirəm. Yağını süzəcəm, soğanla ciyəri də ət maşından keçirdəcəm. Qızlar, demək ciyəri ət maşından keçirdim. Dünənki aşdan düyü qalmışdı, ağ düyü. Ondan əlavə elədim. Yox, qovurma. Bir də yumurtanın ağını vurdum. Qarışdırdım. İçliyi belə alınır. Şüyüd olsa şüyüd də vuranda qəşəng olur. Qızlar, xəmirim görün nə gözəl gəlib. Maşallah, maşallah. İkinci əldir. Bir əl elə bir ki, acısını çıxartdım. İkinci əldir. Bax, görün nə qəşəng ələ yapışır. İndi əlimə duru yağ vuracam. Kündələri ayıracam və salam. Super xəmirdir. Görün nə gözəldir. Nə olub mama? Bir çəp-çəp baxırsınız xəmirə. Nə olub xala? Xala necə xəmirdir? Necə gəlib? Mama necədir? Onu bizə necə eləyirsən? Buradan götürsən onun üstünə qoysan, onu ayırsın. Hadi indi telefonlar axı. Əlini yağla da, yağla. Qızlar, piraşkini pişirirəm qəşəng. Bir parçanı yeyiblər o şeydə. Mən sizə deyim ki, 3 parça yeyilibdir. Bu 4-cü nə boyda da xəmirim var. Bu kartofludur. Xəmirim əla gəlmişdi. Yəni açılmadı, şükürlər olsun. Bunlar kartofludur. Xırt-xırt qəşəng. Qızlar, bir tas hazırladım. Bu, baxın, xırçıltın hələ soyubdur. Bu ciyərlidir. Bu isə kartofludur. Baxın. Xala necə idi? Əladır.
Ümumiyyətlə bu xəmir super xəmirdir.